İki pasiyentimizi kontrol məqsədlə skrining müayinədən keçiririk. Həm mədə, həm bağırsaq müayinəsi etməyi planlaşdırmışıq. Həstəmiz dediyinə görə heç bir ciddi şikayəti yoxdur. Sadəcə yaş protokoluna görə yoxlanışa gəlib. Mədəsində gördüyünüz kimi öd ilə dolu, maye, seli, köpük izlənir və həmin mayenin səbəbindən divarlarında eroziyalar yaranıbdır. Balaca xırda bir parça götürürük mədədən, test içərisinə yerləşdiririk və bizə saniyələr içində cavab verir. Yəni, testdə əgər qırmızı rəng alırsa, o zaman mədə mikrobu var deməkdir. Müayinəmizi tamamlayırıq. Həstədə öd reflüksuna bağlı qastrit var. Digər başqa ciddi problemi yoxdur. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.